Sənə 1100 manat maaş ödəyəcəm, tələbim isə ancaq mənə çay gətirməkdir və tələbə olmaqdır. Katibə tələb olunur. Şərtlər: iş qrafiki tam, iş təcrübəsi təcrübəsiz, təhsil orta. Arada bu elanı yerləşdirən bir türkdür, adı Emre'dir. Görək bu Emrecik nələr tələb edir? İnşaat şirkətində müdir üçün köməkçi axtarıram. Daima yanımda olacaq, mənə çay verəcək, başqa ofis işi görməyəcək. Nəzərə alsaq ki, bir insan gün ərzində 3, maksimum 5 stəkan çay içə bilər və bir çay dəmləməyindən tutmuş qarşına qoymaq üçün maksimum 5 lira 10 dəqiqə tələb olunsa, gün ərzində 50 dəqiqə iş üçün 1100 adayın tələb ola bilər, universitet oxuya bilər, yarı günə razılaşa bilərik. Arada sırada 3-10 günlük xaricə gedə bilərik. Xaricdə gedəcək nə işlə məşğul olacaq məlum deyil. Getmək şansı yoxdursa, yenə də danışa bilərik. Sənə bu insan xaricdə kömək olacaq, olmayacaq, getmək şansı yoxdursa nəyi danışırsan? İş həftənin 6 günü, axşam 18:00-a qədər tələbəyə özəl bir vaxt təyin edə bilərik. Yardımsevər Emre. Deyəsən bu Emreciyin xəyalı Türkiyədə baş verən o özbaşınalığa çox gedib, eyni özbaşınalığı Azərbaycanda da eləməyə çalışır. Mənə elə gəlir ki, bu tip vakansiyalar artıq dövlət tərəfindən nəzarətə alınmalıdır. Əmək müfəttişliyi ola bilər, başqa qurum ola bilər, fərqi yoxdur. Amma bu artıq açıq-aşkar, fərqli bir məqsədlər üçün elan olunmuş vakansiyadır. Qız və yaxud oğlan tələbəsinizsə, belə bir vakansiya qarşınıza çıxırsa, buradan uzaq qaçın. Çünki 1100 manat maaşa ancaq çay vermək nəzərdə tutula bilməz. Belə bir dünya yoxdur, belə bir reallıq yoxdur. Maaşı yüksək göstərərək sizi bir tələyə salmaq istədiyi açıq-aşkardır. Qarşınıza bu tip iş elanları çıxırsa göndərin, birgə işə edək.